Salam 8-ci sinif şagirdləri. Sizlərlə Seyid Cəfər Pişəvər adına Respublika Humanitar Fənlər Gimnaziyasının biologiya müəllimi Məmmədova Çiçəkdir. Mən bugün sizə deməli ikinci bölmənin birinci mövzusu olan bitkilərdə qaz mübadiləsi mövzusundan bitki toxumaları, mexaniki toxuma, ötürücü toxumanı izah edəcəm. Keçən dərslərimizdə deməli digər toxumaların izahını vermişəm. Deməli, mexaniki toxuma dayaq rolunu oynayır. Dayaq rolunu oynayır deyəndə nəyi başa düşürük? Yəni, mexaniki toxuma bitkinin dayağını təşkil edir, möhkəmliyini təşkil edir və bu zaman onun strukturlarının, yəni bitki strukturlarının, orqanlarının xarica qarşı davamlı olmasını təmin edir. Bu toxumanın əmələ gətirdiyi liflər, deməli, həmin hissələrə möhkəmlik verir. Yəni, mexaniki toxumada nələr var desək, mexaniki toxumada liflər vardır. Bu liflər, mexaniki toxumanın lifləri bitkinin müəyyən strukturlarına möhkəmlik verir, onları öz üzərində rahatlıqla saxlamasını təmin edir. Deməli, mexaniki toxuma nə oldu? Dayaq rolunu oynadı. Bitki hissələrinin öz strukturunu saxlamasını və xarici təsirlərə qarşı davamlı olmasını təmin elədi. Bu toxumanın əmələ gətirdiyi liflər, lif harda görsəz bilin ki, söhbət mexaniki toxumadan gedir. Gövdənin oduncaq və qabıq hissəsində, deməli, gövdənin hansı hissələrində mexaniki toxumaya rast gələ bilərik? Oduncaq hissəsində və qabıq hissəsində, bundan başqa yarpaqda və çiçək saplağında olur mexaniki toxuma. Məsələn, yarpağın damarlarında, yarpağın saplağında mexaniki toxumaya rast gəlinir. Bu oldu mexaniki toxuma. Əsas burada lifləri yadınıza saxlayırsınız, dayaq rolunu oynadığını yadınızda saxlayırsınız. Nəhayət gəldik ötürücü toxuma. Adından göründüyü kimi hansı funksiyanı yerinə yetirəcək? Maddələrin ötürülməsində iştirak eləyəcək. Hansı maddələrin? Ya bitkinin torpaqdan aldığı su və mineral maddələrin, ya da bitkinin sintez elədiyi üzvü maddələrin daşınmasında iştirak eləyəcək. Bəs bunu həyata keçirən ötürücü toxumanın hansı hüceyrələridir? İndi onlar haqqında danışacağıq. Deməli, ötürücü toxuma bitkilərdə maddələrin daşınmasını həyata keçirən toxumadır. Quruluşuna və funksiyasına görə ötürücü toxumanın ksilem və flaim toxumalarını biz bugün öyrənəcəyik. Ksilem toxuması da, flaim toxuması da ötürücü toxumaya aiddir. Bunlar bir borudurlar. Maddələri, bitkidə olan maddələrin daşınmasında iştirak edirlər. Oduncaq boruları ksilemə, ələyə bənzər borular flaima aid edilir. Yəni, oduncaq boruları deyiriksə, deməli gövdənin oduncaq qatında olan borular ksilem borulardır. Ələyə bənzər boruları isə flaim borulardır. Baxın, şəkillərinə gəlin, diqqət eləyək ksilem və flaim borularına. Burada görün, oxun istiqaməti bizə boşuna verməyib uşaqlar. Yəni, oxun istiqamətinə də mütləq diqqət eləməliyik. Ksilem hansı maddələrin daşınmasında iştirak edir? Ksilem su və mineral maddələrin daşınmasında iştirak edir. Oxun istiqamətinə baxın, aşağıdan yuxarıya doğru. Niyə? Çünki bitki kökü, əmici tellər və yaxud da kök tükçükləri vasitəsilə, kök tükçükləri hansı toxumaya aid idi? Keçən dərsimizdə izah eləmişdim. Deməli, örtük toxumaya, yəni epidermisin çıxıntıları idi kök tükçükləri və yaxud da bunlara biz əmici tellər deyirdik. Hətta demişdik ki, orada kutikulaya rast gəlmirik. Deməli, kök tükçükləri torpaqda olan su və mineral maddələri sorur və ksilem boruları vasitəsilə bu su və mineral maddələr yuxarıya doğru hərəkət edir. Aydındır və burada istiqamətə baxın, oxun istiqamətinə. Yalnız yuxarıya doğru istiqamətdir. Su və mineral maddələr kökdən alındı, bitkinin yuxarı hissələrinə, gövdəsinə, yarpağına doğru istiqamətlənir. İndi flaim borusundakı şəkilə baxın. Baxın, burada heç bir hüceyrənin arasında bir hissə yox idi. Tam olaraq boşluq idi arasında. Amma flaim borularına baxın, üzvü maddələrin daşınmasında iştirak edir. Baxın, ələk kimi burada dəliklər var və bir hissəsi var. Ona görə bunlara ələyə bənzər borular da deyirlər və yaxud da flaim boruları. İndi bir də oxun istiqamətinə diqqət eləyək flaim borularında. Baxın, yuxarıdan aşağıya da istiqamət var. Aşağıdan yuxarıya da istiqamət var. Onda biz burada nə deyəcəyik? Flaim boruları haqqında deyəcəyik ki, burada maddələr iki istiqamətdə hərəkət edir. Həm yuxarıdan aşağıya doğru, həm aşağıdan yuxarıya doğru. Sual ola bilər ki, bu hansı maddələrdir ki, hərəkət edən? Baxın, onsuz da biz fotosintez nəticəsində yarpaqda üzvü maddənin əmələ gəldiyini bilirik.
Yarpaqdan üzvü maddələr də dedik ki, flain boruları vasitəsilə daşınır. Yarpaqdan kökə doğru üzvü maddələr hərəkət eləyəcək. Bundan başqa kökdə də müxtəlif maddələr sintez oluna bilir. Məsələn, hormonlar sintez olunur. Bunu yuxarı siniflərdə keçəcəksiniz. Həmin maddələr də kökdə sintez olunur və bitki üçün vacibdir. Proseslərinin, bitkinin daxilində gedən proseslərin deməli bir iştirakçısıdır bu maddələr. Onlar da kökdən yarpağa, gövdəyə doğru həmin bu flain boruları ilə hərəkət edir. Çünki onlar da üzvü maddədirlər. Və ona görə də biz deyəcəyik ki, flain boruları ilə maddələr iki istiqamətdə, ksilin boruları ilə isə bir istiqamətdə. Oxun istiqamətinə fikir verəcəksiniz. Əgər siz fən müsabiqələrində iştirak eləsəz və yaxud da summativ yazsanız, bu zaman onda bu oxlara diqqət edirsiniz. Əgər arasında tam olaraq boşluqdur, yəni heç bir maneəsi yoxdur və ələk kimi deşik formaları yoxdur və yaxud da oxun istiqaməti yalnız aşağıdan yuxarıdır, deməli söhbət ksilin borularından gedir. Bir də diqqət eləyəcəksiniz nəyə? Baxın, ksilin və flain boruları nəyin? Nə onların arasında yerləşir? Kambi. Keçən dərs kambi haqqında danışmışdıq. Törədici toxumada demişdik ki, kambidə də törədici toxuma hüceyrələri var ki, həm gövdənin eninə böyüməsini təmin edir, həm də daxilə doğru ksilemləri xaricə doğru, yəni gövdənin kambidən daxilə doğru ksilemləri oduncağa tərəf, gövdənin deməli kambidən qabığa tərəf isə flaimləri əmələ gətirir. Yəni ksilemlər, flaimlər kambinin bölünməsi hesabına, yəni kambi hüceyrələrinin bölünməsi hesabına əmələ gəlir. İndi gəlin dərsimizdə olan məlumatla tanış olaq. Şəkil üzərində göstərdim. Deməli, çoxillik bitkilərdə ötürücü toxuma elementləri kambi tərəfindən əmələ gəlir. Ksilem hüceyrələri qalın qılaflıdır. Eninə ara kəsmələri dağılmış və üst-üstə düzülmüş ölü hüceyrələrdən təşkil olunmuşdur. Baxın, eninə ara kəsmələr gördük, burada yoxdur. Tamamilə boşdur bu hüceyrələrin arası və nə baş verdi? Bunlar ölü hüceyrələrdən təşkil olunmuşdur. İndi Venn diaqramından da sizə fərqləndirməyi, ayrı-ayrı hərəsin xüsusiyyətlərini qeyd eləməyi deyəcəm. Flaim aralarında ələk kimi ara kəsmələri olan üst-üstə düzülmüş nazik qılaflı ksilemdə qalın demişdik, elədir. Burada nazik qılaflı canlı hüceyrələrdən ibarətdir. Ksilem boruları hər il kambi tərəfindən ağac gövdəsində oduncağın daxilinə doğru əmələ gələrək illik oduncaq və ya yaş halqalarını formalaşdırır. Deməli, ksilem nədən əmələ gəldi? Kambidən əmələ gəldi. Hansı tərəfə doğru? Ağac gövdəsində oduncağın daxilinə doğru əmələ gəlməyə başladı. Ksilem borularla köklərdən alınan su və suda həll olan mineral maddələr yarpaqlara, gövdəyə daşınır. Flaim borularında, bura diqqət eləyirik, flaim borularında həm köklərdən yarpaqlara, həm də yarpaqlardan köklərə iki istiqamətli hərəkət olur. Bayaq dediyim həmin bu hissə ki, dedi ki, baxın, deyir ki, həm köklərdən yarpaqlara, kökdən yarpağa deməli üzvü maddə gedir. Hansı ki, bunu kök sintez edir və həmçinin də yarpaqdan kökə, yəni fotosintez zamanı yaranan üzvü maddə bu şəkərdir, glukozadır. Bunlar da kökə doğru hərəkət edir. Deməli, ksilem borularında iki istiqamətli hərəkət vardır. Yarpaqlarda və cavan zoğlarda fotosintez nəticəsində əmələ gələn üzvü maddələr bitkinin lazımi toxuma və orqanlarına, kökdə sintez olunan amin turşuları isə gövdə və yarpaqlara çatdırılır. Deməli, bu deməli, yarpaqda fotosintez nəticəsində üzvü maddə yaranmışdı. O, bitkinin digər orqanlarına yarpaqdan ötürülür. Kökdə sintez olunan amin turşular isə gövdədən ötürülür. İndi bizə bir Venn diaqramı versə və desə ki, bura ksilem, burada flaim yazsa, əvvəlcə ortaq xüsusiyyət kimi nə yazarıq? Yazarıq ki, bunlar ötürücü toxumaya aiddirlər. Həmçinin də kambi tərəfindən əmələ gəlirlər. Elədir? Kambi tərəfindən əmələ gəlirlər. İndi ksilemlərə aid xüsusiyyətləri nə yazarıq? Ölü hüceyrədir. Ondan sonra bir istiqamətli hərəkət edir maddələr. Kökdən gövdəyə doğru hərəkət edir. Daha sonra həmçinin bura yazarıq ki, qalın qılaflı hüceyrələrdir. Qalın qılaflı hüceyrələrdir. İndi bir də nə yazarıq? Su və mineral maddələrin daşınmasında iştirak edir. Gəldik flaimə, canlı hüceyrələrdir. Ondan sonra flaimə yaza bilərik ki, nazik qılaflıdır. Nazik qılaflı.
Qida maddələri iki istiqamətli hərəkət edir. Bunu özünüz üçün yazacaqsınız. Ondan sonra üzvi maddələrin daşınmasında iştirak edir. Üzvi maddələri daşıyır. Həmçinin də dedik ki, yarpaqdan kökə doğru fotosintez nəticəsində əmələ gələn üzvi maddələri, kökdən yarpağa doğru, gövdəyə doğru isə kök tərəfindən sintez olunan amin turşularını daşıyacaqdır. Bu da oldu ötürücü toxuma və onun hüceyrələri. Harda əmələ gəlmişdir? Əslində bunun hüceyrələri də Kambi tərəfindən. Kambidə hansı toxuma idi? Yadımıza salaq, törədici toxuma. Törədici toxuma haqqında nə demişdik? Demişdik ki, törədici toxuma həm bəzi bir qrup hüceyrələri daim meristem vəziyyətdə, yəni bölünən vəziyyətdə olur. Bir qrup hüceyrələr isə digər qrup hüceyrələrin əmələ gəlməsində, toxumaların əmələ gəlməsində iştirak edir, ixtisaslaşır. Kambidə də yenə törədici toxuma hüceyrələri var ki, bölünürlər. Bir qrupu yenidən bölünməyə davam edir. Bir qrup hüceyrə isə ixtisaslaşıb gövdənin daxilinə doğru ksilemləri odoncağa tərəf, xaricinə doğru isə flaimləri əmələ gətirir. Bu şəkilə də diqqət eləyirik. Məsələn, bizdə burada sual versələr ki, hansı ksilemdir, hansı flaimdir? Baxın, bunlar daxilə doğrudursa ksilemlər, xaricə doğrudursa flaimlər və burada ortada da həmin bu kambi toxuması yerləşir. Hansı ki, meristem toxumasının deməli bir növüdür kambidə əmələ gələn və gövdənin eninə böyüməsini təmin edir. Burada yazsaq nə yazarıq? Daxilə doğru ksilem yazarıq, xaricə doğru da nə yazarıq? Sarı hissəni flaim yazarıq. Bunlara diqqət edirsiniz. Testlərdə şəkillərlə də sizə suallar verə bilər. Çətin dərs deyil, diqqətli olsanız, öyrənsəniz şəkillərlə yaxşı da başa düşəcəksiniz. Sağ olun, gələn dərslərimizdə görüşərik.